Yumeyoterapiya insan bədəninə uygulanan 100 təməl hərəkətdən ibarətdir. 100 təməl hərəkət dediyimiz, yəni insan vücuduna 100 fərqli bölgədən toxunub əzələdəki qan dövranını bərpa edib əzələnin öz gücünü geri qaytarmaqdır. 100 təməl hərəkətlə əzələni sağaldıb, sinir sistemini basıqdan çıxardıb, vücudu mərkəzi sinir sistemindən tanış eləməkdir yumeyoterapiya və bədənimizə lazım olan hüceyrələrin ifrazını başlatmasıdır yumeyoterapiya əslində. Yumeyoterapiyanın işi budur. Yumeyoterapiya yapon müalicə üsuludur. Yaponiyada uzun illər bir həkim tərəfindən yoğurma yöntəmi olaraq çalışılıb və 74-cü ildə yumeyoterapiya olaraq təsdiqlənib və dünyanın bir çox yerinə sürətlə yayılmağa başlayıb. 2018-ci ildən də artıq Azərbaycanda bu işi görürük. 8 ildir. Tam dərmansız bir müalicə sistemidir yumeyoterapiya. 4 yaşın üstü hər kəslə işləyirik. Yaş limitimiz yoxdur. Çünki bugün yaşımız ağrımır. Bugün ağrıyan bizim yaşadığımız müddətcə xəstələndirdiyimiz vücudumuzdur. Yəni bu yaşadığımız müddətcə qulluq eləmədiyimiz bədənimizin şikayətləridir əslində. Bu yaşımızın problemi deyil. Və əsas sloqanımız, əsas çağırışımız illərlə müalicə alıb nəticə görməyən insanlar. Gəlin biz sizə nəticə verəcəyik.